Bunlar mənim satışda olan güllərim. Bu ağac kaktusdur. Kalafiyadır. Pul gülləridir daha doğrusu. Qamış gülü deyirlər, amma bizdə yapın şəmsiyəsi deyirlər, yəni yapın palması. Sonra şefleradır, yenə həmən yapın palmasından da kalanşodur, kaladır, yenə bu palmadandır. Sonra bu güldəndir, görün nə boydadır, 5 manatdır bu gül. Bunlar da 3 manatdır. Ümumiyyətlə o böyük olan, hamısı 3 manatdır, bir də şeflera 33 manat. Sonra bəzilərini demeyeceğim. Oradan direktdən yazın telefon nömrəmi. Oradan deyəcəm. Direktdən deyəndə mesaj yerinə. Çünki bunu TikTok'da da yükləyəcəm bu videonu. O yüzden elə dedim direkt. Yəni səhv saldığımı anlamayın. İran xurması böyükdür. Ağacın həm gözəlliyi var, həm də meyvəsi var. Palma kimi gözəldir, həm də meyvəsi olur. Yəni bulvarda gördüm mən onun meyvə gətirdiyini. Yığıb gətirmişdim də bir xeyli. Başında yox, elə bir gərək sərəsək elə yetişir, başında yetişmir. Başında çal qalır. Sərdim hardasa bir həftəyə yetişdi. Bu da begonvildir. Razılaşacağım bu begonvilin qiymətini. İnanın. Bu begonvildir. Çiçəklidir, bir yana da tumurcuqdur. Biraz yaxına gətireyim, baxın. Görürsünüz, bu həm tumurcuqdur, həm də çiçəkdir. Çiçəyin gözəlliyinə baxın. Orada da çiçəkdir. Orada da. Sonra bu. Bu da 25 manatdır. Bu da çiçəklidir. Bir tərəfi odur, bir tərəfi bu. Böyük yanıyla balaca deyil bu. 1 metrə qədər boy var. Baxın. 1 metrə qədər boy var. Çiçəklər də belə qəşəngdir. Hələ yeni açır da demək olar ki, açmır. Sonra burada bu var. Bu biraz balacalandırım. Ekranı balacalandırım. Burada da bu var. Pəncərədən geçik görünməm, öz güllərimdə pəncərədən görülənlər. Burada da bunlar var. Əvvəl güvənci güllər rəngbərəngdir. Sonra bu var. Bu da var. Gözəllikdir, gözəllik. Sonra belə kaktus var. Bu var. Belə gülüm var, baba. Boyu 4 metrelik hasar çatır. 3 metreden hündürdür boyu. Bak, kameraya tam düşmür. Bakın. Sarmaşıq gülləri keçib. Harada deyim boyu. Bakın. Sarmaşıqların arkasında. Çiçəklər də belə qəşəng var. Yəni istəyənlər ala bilər. Sonra burada da güllərim var. Onları da çəkim göstərim. Bunlar da. Ağac yarpağı tökülür üstə. Elə də qəşəng görünmür, amma var. Bunlar lap ucuz güllərdir. İstəyənlər yaza bilər. Bu da bu gülümdə çiçəkləyir. Yəni istəyənlər yaza bilər. Görün pəncərədə nə qədər gözəl görünür. Mənim öz güllərim də var, burada satışdadır. Bugün satışdadır bu qırmızı yarpaq. Bu kırmızı yarpaq satışdadır. Sonra bu sarı kitayskidir, bu da satışdadır. Bu kraton da satışdadır, kəpənək gülüdür, budur. Maraqlananlar yazsın. Sonra burada belə gül var. Bunlar. Bu gül də satışdadır, bu da satışdadır. Bu hələ balacadır, bunu baxalmışam. Satışda bunun içində olan da var, olmayan da var. Yəni istəyənlər yazsın.